Xoş gördük əziz dinləyicilər. Bir məsələyə, mən bir dini məsələyə istəyirəm fikir bildirək. Ümumiyyətlə bilirsiniz ki, Elçin Əlibəylinin verilişindən sonra firqəçilər həqiqətən çox ağır bir vəziyyətə düşdülər. Bu ağır vəziyyətə düşmələrinin də hər mənada biz şahidi olduq. Bununla bərabər bir insanlar da, məsələn bu firqəçilər də bəzən danışanda belə bir məsələdən istifadə edirlər ki, bəs Peyğəmbərin irsi. Baxın, mən Peyğəmbərin irsi nədir ümumiyyətlə? Peyğəmbərin irsinə hörmət etmək, Peyğəmbərin irsinə hörmət eləmək. Baxın, və yaxud da ki, imamətin irsi. Baxın, mənim əzizlərim, ilk növbədə bir məsələni anlamaq lazımdır ki, Peyğəmbərin irsi yoxdur. Peyğəmbərin irsi nə deməkdir? Baxın, Peyğəmbər 40 yaşında bir insana verilən rəsul kəlməsi ilə, rəsul, yəni elçi ilə o adam bir missiya, bir vəzifə öhdəsinə götürülür, öhdəsinə qoyulur və həyata keçirilir. Yəni burada rəsulun başqa bir yol seçə bilmək imkanı belə yoxdur. Baxın, irs bir fəlsəfi düşüncə olar. Məsələn üçün, Mirzə Fətəli Axundovun irsi var. Mirzə Cəlilin irsi var. Çünki Azərbaycan publisistikasında, dramaturgiyasının 19-cu əsrlərdə böyük şəxsiyyəti, Azərbaycan kimliyini formalaşdıran bir şəxsiyyətdir Mirzə Fətəli Axundov və onun bir irsi var. Və bu irs bilirik nədir? Peyğəmbərin necə irsi ola bilər? Peyğəmbər nə irsdir? Peyğəmbər bir fəlsəfi düşüncə mi gətirir? Peyğəmbər rəsuldur, elçi mənim. Siz bir elçi tutursunuz, bir yerə göndərirsiniz. Onun irsi olur bəyəm. O irs qoymağa gedir. Xeyr. O sizin sözünüzü kiməsə çatdırmağa gedən bir rəsuldur, bir elçidir. Peyğəmbər irs aparmır. Peyğəmbərin irsi yoxdur. Peyğəmbər sadəcə olaraq Allahın kəlməsini bizə çatdıran şəxsdir. Və onun vəzifəsidir bu, vəzifədir bu. Biz onu sevəcəyik, biz ona hörmət eləyəcəyik. Amma biz onu bütləşdirməyəcəyik, biz ona irs yükləməyəcəyik, biz ona bir yol yükləməyəcəyik. Onun yolu yoxdur. Allah Quranda Həqqa surəsi 45-46-da buyurur ki, o əlavə bir söz desəydi birdən özündən, biz onun şah damarını yerindən qopardardıq. Belə bir şəxsiyyətin necə irsi ola bilər? Bu irs daşımağa gəlib və əlbəttə ki, yox. Allahın rəsuludur. Biz bu kəlməni nəhayət anlamalıyıq dinimizdə. Bu günləri də Elşad Mirini söyənlər, firqəçilər çox dəhşətli səviyyədə Elşad Mirini söylər. Mən Elşad Mirinin nə fanatıyam, nə də ki, ona simpatiyası göstərən, mən ümumiyyətlə bütpərəstliyi sevməyən bir insana. Məsələ bugün Elşadlıq deyil. Bugün məsələ təfəkkür məsələsidir. Bugün Quran təfəkkürü artıq vüsət alıb. Bu Quran təfəkkürüdür ki, bugün Elşad da o Quran təfəkkürünü desə biz onu dəstəkləyəcəyik, bir İskəndər də bunu desə biz onu dəstəkləyəcəyik. Bu bütpərəstlik deyil. Bütpərəstlik zaten firqəçilərdə olur. Biz kiminsə tərəfini saxlamaqla bir bütpərəstliklə məşğul deyilik. Bu mənada bildirmək istəyirəm ki, irs Peyğəmbər bir irs aparmır və Peyğəmbər bir rəsuldur, bir elçidir və Allahın sözünü deməkdən başqa bir yolu yoxdur. Ona görə də Allahın yolu da yalnız və yalnız Qurandır və bizim Qurana istinad etməmiz və Quranla yaşamağımız vacibdir. Bunu bilin və nəhayət bu firqələrdən əl çəkin. Bu günləri Quran təfəkkürü savadlı insanlar genişləndikcə, böyüdükcə, informasiya aldıqca, oxuduqca nəhayət hər bir şəxs Quran təfəkkürünə gələcək. Bu Elşad Mirinin qələbəsi deyil. Bu təfəkkürün qələbəsidir, Quran təfəkkürünün qələbəsidir. Təşəkkür edirəm.